Herkese salam. DİM test toplusu 2025 informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi mövzusunda 56-cı suala baxırıq. Sualda deyilir ki, 516 səhifədən ibarət sənədin ilk 4 səhifəsində 512x512 piksel və 256 rəng çalarlı palitra ilə rənglənmiş qrafik təsvir var. Digər səhifələrin hər birində isə 64 sətr, hər sətirdə 32 simvol var. Unicode-da yazılmış bu sənədin informasiya həcminin neçə megabayt olduğunu hesablayın. Deməli, 516 səhifənin ilk 4 səhifəsini biz ilk növbədə hesablayaq. Deməli, 4 səhifəni biz yazacağıq 2 üstü 2 kimi. 2 üstü 2 vurulsun. 512 bizdə olacaq 2 üstü 9 vurulsun 2 üstü 9. 256 rəng çalarlı, yəni hər rəngi kodlaşdırmaq üçün 8 bit istifadə olunub. 8 biti də biz yazırıq 2 üstü 3 kimi. Vurulsun 2 üstü 3. Bunları bir-birinə vurub hesablayanda baxaq, deməli 2 üstü 9 bunlar qüvvətlər cəmlənir. Deməli 2 üstü 11, 2 üstü 20, 2 üstü 23. 2 üstü 23 1 megabayt. Daha sonra isə yerdə qalan 512 səhifəni hesablayırıq. 512 də 2 üstü 9-dur. Vurulsun, deməli, hər birində 64 sətr var. 64 sətirdə 2 üstü 6 deməkdir. Hər sətrində 32 simvol var, yəni 2 üstü 5. Unicode-da yazıldığı üçün deməli hər bir simvolu kodlaşdırmaq üçün bizə 2 bayt lazım olub. 2 bayt isə 16 bitdir. 16 biti də biz yazırıq 2 üstü 4 kimi. Və bunun da qüvvətlərini hesablayırıq. Deməli 9 üstə gəl 6 15, üstə gəl 5 20, üstə gəl 4 24. 2 üstü 24. 2 üstü 24 də 2 megabaytdır. Daha sonra sonda isə biz tapdığımız bu megabaytları, yəni səhifələr üzrə tapdığımız megabaytları cəmləyib cavabı tapmış olduq. Yəni 1 megabaytın üstünə 2 megabaytı gəlib tapırıq ki, ümumən deməli faylın həcmi neçə megabaytdır? O da olacaq 1 üstə gəl 2 megabayt olacaq 3 megabayt.